Salam əziz şagirdlər. Bugün qısaca izah edəcəyim mövzu artikel mövzusudur. Əsasən 9 və 11-ci siniflər dinləsin. Yerləşdirəcəyim sualı burada görəcəksiniz. Birinci mövzunu izah edeyim qısaca, daha sonra suala baxacağıq. Deməli, artikel bilirsiniz ki, ingilis dilində müəyyən və qeyri-müəyyən olmaqla ikiyə bölünür. Qeyri-müəyyən olanlar an article olduğu halda, müəyyən olanlar isə daha doğrusu they article'ıdır. Bunların mənasına gəldikdə an article ona görə qeyri-müəyyəndir ki, onun mənası birdir və qrammatikada belə bir ingilis dili qrammatikasına qeyd olunur ki, siz cümlədə article-ını every ilə əvəz edə bilirsinizsə, yəni o boşluğu every ilə doldura bilirsinizsə, o zaman article-ı qoya bilərsiniz. Amma the article-ın mənası isə həmin deməkdir. Yəni cümləyə baxırsınız, əgər nöqtələrdən deməli, nöqtələrin yerinə siz əgər həmin sözü qoyduğunuzda o kontekst doğru alınırsa, onu götürməyiniz daha yaxşıdır. Məsələn, bunu belə bir nümunə ilə göstərə bilərəm sizə. Deyək ki, belə bir cümlədir. Nöqtələr qoyulub. Teacher is a person who teaches. Müəllim o şəxsdir ki, dərs keçirir. Düzdür, bu bütün müəllimlərə aid olan xüsusiyyətdir. Yəni müəllim adı varsa, orada teach, öyrətmək var. O zaman hər bir müəllimə aid olduğuna görə ona mən deyə bilərəmmi ki, every teacher is a person who teaches. Every qoya bilirəmsə, article qoyuram ora. Amma ikinci bir nümunəyə baxsaq, deyək ki, yenə nöqtələr qoyulub. Teacher made me angry yesterday. Dünən müəllim məni əsəbləşdirdi. Dünən müəllim məni əsəbləşdirdi. Biz deyə bilərik, hər müəllim dünən məni əsəbləşdirdi. Yox. Deyə bilərəm, həmin müəllim məni əsəbləşdirdi. İndi kontekstə görə dəyişik, xüsusi bir hal aldığına görə, ona görə biz deyirik ki, bu müəyyən artikeldir. Ona görə the article-ın ikinci nümunədə qoyuruq. Və an article-ının deməli have ilə işlənmə qaydası var. Məsələn, have ilə işlənmə qaydası dedikdə nəyi nəzərdə tuturam? Məsələn, əsasən də have breakfast, have dinner, have lunch. Bu kimi ifadələrdə əgər biz deməli breakfast, dinner, lunch bunların önündə sifət varsa, məsələn, deyək ki, romantic dinner və yaxud da enjoyable lunch. Əgər sifət varsa qarşısında, bu zaman article-ı qoyuruq. Amma digər hallarda qoymuruq. Məsələn, deyək ki, mən bugün səhər yeməyi yedim. I had breakfast deyirik. Amma mən desəm ki, mən hal-hazırda romantik bir səhər yeməyi yeyirəm. Onda deyirəm ki, I am having a romantic breakfast. Bu cümlədə isə biz article qoyuruq. Çünki orada romantik sifətdir, təyinici sifətdir. Belə, indi burada qoyduğumuz sualın gəlin izahına baxalım. Məsələn, orada yazılıb ki, we had lunch at restaurant you recommended yesterday. Deməli, we had lunch hissəsində görürsünüz, bayaq dediyim kimi. Romantic, beautiful, nice sifət yoxdur deyə qarşısında, ona görə article olmayacaq. İkinci tərəfdə isə restaurant, hər restoranda biz getmişik, yoxsa sənin tövsiyə etdiyin həmin restorana, həmin olduğuna görə o zaman the article qoyuruq. Əgər izahı bəyəndinizsə, səhifəyə və yaxud da kanala abunə olmağı unutmayın və videonu like edin zəhmət olmasa. Dərslərlə bağlı əlavə məlumat üçün burada şərhlərdə plus qoya bilərsiniz və yaxud da şəxsidən yaza bilərsiniz.